Salam, hər vaxtınız xeyir olsun. Deməli, gəlin trigonometriyaya aid belə bir fərqli sualın izahına baxaq. Bizə deyir ki, ABCD düzbucaqlısına əsasən sinus tetanı tapın. Biz sinus tetanı necə taparıq? Görürük ki, AB 6-dır. AB, deməli AB bərabər olduğuna görə DC-yə. Deməli, DC də 6-dır. DC bərabərdir 6. DC 6 olur. Və bizdə də şəkildə verib ki, DC bərabərdir, daha doğrusu DY bərabərdir CY-yə. Ona görə 3 böləcək burada. DY olacaq 3, CY olacaq 3. Və AD və həmçinin də AD bərabər olduğuna görə BC-yə, deməli BC də nə olacaq? BC də 4 olacaq. BC tərəfi də olacaq 4. BC tərəfdə olacaq 4. İndi görək nə eləyə bilirik. Deməli, bura əlbəttə ki, D bucağı 90 dərəcə olduğuna görə mən bu ADY üçbucağına Pifaqor tətbiq eləyə bilərəm. O zaman AY-ni tapacam ki, AY-nə Pifaqor üçlüyünə görə AY oldu 5. AY tərəfinin uzunluğu oldu 5. Həmçinin BY-nin də uzunluğu olacaq 5. Deməli, bax burada birini alındı, bərabər yanlı üçbucaq alındı. O zaman mən bu A bucağına bir alfa desəm, B bucağı da alfa olacaq. Və həmçinin mən üçbucağın daxili bucaqlarının cəmi bilirəm ki, 180 dərəcədə yazıram ki, 2 yazmayaq. Birinci yazaq alfa üzərinə gəlinsin, teta bucağı bərabərdir 180 dərəcəyə. 2 alfa üzərinə gəlinsin, teta bərabərdir 180 dərəcə olarsa, mən buradan tetanı tapsam, teta bərabər olacaq 180 dərəcə çıxılsın 2 alfa. 180 dərəcə çıxılsın 2 alfa. Və mən burada da bu tetanın yerinə yazacağım nə? Yazacağım 180 dərəcə çıxılsın 2 alfa. Bax, bu oldu belə. 180 çıxılsın 2 alfa. İndi nə eləyə bilirik? Bax, mən bu Y-dən bu AB-yə bir dənə tənbölən çəksəm. Bura olacaq 90 dərəcə. Və bu 6-nı 2 bərabər hissəyə böləcək. Necə ki, burada bölüb DY və YS-dən böldüyü kimi 3 kimi böləcək. Və mən buradakı üçbucağa baxsam, və bu nöqtəyə də bir K deyək. Bura bir K desəm, bura bir. Deməli, baxaq AYK üçbucağına. Burada görürük ki, 3, hipotenuz 5. Deməli, bu katet olur nə? Bu katet olur 4. İndi bizdən nə istəyir? Sinus teta. Bunu da sərgəli yazaq. Bura oldu 4. Sinus teta. İndi teta nə idi bizdə? 180 dərəcə çıxılsın 2 alfa. Yazıram ki, sinus 180 dərəcə çıxılsın 2 alfa. Əslində, bax, bizdən bu sual bunu istəyir. İndi burada 180 çıxılsın 2 alfa nə olacaq? Olacaq elə sinus 2 alfa. Sinus 2 alfa da nədir? 2 sinus alfa kosinus alfa. Bax, bunu tapmağımız istəyir bizdən. İndi mən burada da deməli, sinus alfanı tapsam, sinus alfa nə olacaq? Sinus alfa olacaq qarşıdakı katetin hipotenuza nisbəti. Yəni ki, 4 bölünsün 5. Kosinus alfa nə olacaq? Kosinus alfa da bərabər olacaq. Deməli, kosinus alfa da bərabər olacaq bitişik katetin hipotenuza nisbəti. Yəni ki, 3 bölünsün 5. Vəssalam. Deməli, olacaq 2 vuraq. 2 vurulsun 4 bölək 5, vurulsun 3 bölünsün 5. Bu deyilir nə? 24 bölünsün 25. Bax, bu şəkildə.